İnternetdə baxırıq, qoyurlar ki, belə bir videolar var ki, şiə olmuş əhlüsün alimləri, hətta belə qoyurlar şiə olmuş sələfi alimləri, baxana görə ki, birinci Cənab Ticani. Yəni, bilmək istədik, bu Ticani əhlüsün olubmu? Ya, bunun etiqadı nə olub? Sələfi olubmu? Ümumiyyətlə bir şey deyim ki, yəni, belə fərzliyək ki, tutaq ki, fərzliyək, çünki bu fərziyədir, fərziyədən kənara çıxmır. Belə fərzliyək ki, bir 10 dənə sünnü dönüb olub şiə, məsələn. Bunu niyə reklam edirsən? O bilirsən nədir? Bunlar, yəni bugün rafislərin dəvətinə baxırsan, yalvarırlar ki, gəl şiə ol. Yalvarırlar. Yəni, mən tanıdım, yüzlərlə şiə rafisi olur. Yüzlərlə rafisi, daha doğrusu əhl-sünnət olur. Əhl-sünnət görəsən onlardan birini dilə gətirirmi? Heç əhl-sünnətin vecinə deyil. O mənada ki, əhl-sünnət olub, hətta şiə alimlərindən nə qədər alimlər olub, məsələn, Musa Əl-Musavi tanıyan bilir. Şiə aləmində alləmə idi. Yazdığı kitablara bax, şiə məzhəbini kökündən dağıldır. Heç biz bu dilə gətirmirik. Çünki bizim üçün Musa Əl-Musavinin və ya başqasının dönüb əhl-sünnət olması və rafislikdən dönüb tövbə etməsinin bizim üçün isti-soğuğu yoxdur. Tövbə edib Allah sabitləsin. Onlar sanki yalvarırlar bizə ki, gəl şiə ol. Bu da səbəb nədir? Siz fikir versəz onlara, görərsiniz ki, rafisilər bizə görə yaşayırlar. Yəni, sən olmasan, rafisi yaşaya bilməz. Sanki susuz balıq misalını. Yəni, balıq suna nəfəs alır. Yəni, balıq susuz yaşaya bilmədiyi kimi, rafisi əhl-sünnət olmadan yaşaya bilməz. O dinini sənə görə yaşayır. Məsələn, girərsən bir rafisi kitabxanasına, 100.000 kitab varsa, 95.000-i əhl-sünnətə rəddiyə. Şiə cavab verir. 1. Şiə cavab verir. 2. Silsilə kitablar. Sən mənə görə yaşayırsan. Aydındır. Bu nəyin dəllidir? Çünki bu məzhəb əhl-sünnətə zid, protiv bir məzhəb olaraq qurulub. Onlar buna görə yaşayırlar. Bu bir tənbih idi, qeyd idi. Amma qaldı ki, Ticaniyə, təbii ki, bu hilədir. Və Ticaninin kitablarını oxuyanda, yəni uşağa da məlum olar ki, o əgər doğrudan da sünni olubsa, şiəliyindən qabaq, hansı ki, bunu, yəni, o heç bir vəcihlə nə sübut eləyə bilər, nə də biz buna etiqad eləmirik, olsa o, ola bilsin ki, sufi bidətçi olub və bir bidətdən çıxıb, başqa bir bidətə, daha doğrusu küfrə girib. Yəni, sufilikdən çıxıb, girib rafisiliyə. Aydındır. Çünki onun kitablarını oxuyanda sən orada sələfiyyətdən heç bir şey görmürsən. Tohid və sünnətə tabiçiliyi naminə heç nə görmürsən. Çünki o Ticani bəzi kitablarında keçmiş əqidəsindən danışır. Güya ki, sünni olarkən yaşadığı bəzi hadisələrdən danışır və o şeyləri oxuyanda görürsən ki, əgər doğrudan da dedikləri həqiqətdirsə, bu olsa, belə deyək də, bidətçi bir sufi olsa. Amma sələfiyyətdən heç bir əsər əlaməti yoxdur. Onun bir kitabı var, necə hidayət olduğum kitabı. Əslən onu dəlil gətirirlər ki... Elə o kitabı deyirəm. Elə o kitabı. O kitabda hələm qəbul eləsək ki, o sünni olub, əvvəl o vaxtlarından danışır, o şeyləri oxusan görərsən ki, bu insan bidətçi sufi olub, əgər olubsa. Təbii ki, biz bunu da qəbul etmirik. O elə rafisi olub, indi də rafisidir. Və haqqa layiq deyilsə elə rafisi əqidəsi ilə də can verəcək, həlak olacaq. İxlasla.com saytı tərəfindən təqdim olundu.